Salam, hörmətli izləyicilər. Zəhmət olmasa bu videonu bəyənin, daha çox şəxs üçün xəbər olsun. Vətəndaşlar sual verir ki, mən 500 manat əmək haqqı alıram, amma mənə 600 manat banki borcu görə yazıb məhkəmə qərarı var ki, ödəməliyəm, ödəyə bilmirəm. İcrasında deyir ki, sən həbs edəcəm. Və yaxud sual verir ki, mən pensiya alıram 300 manat, əlamətə ödəməliyəm 400 manat. İcrasında deyir ki, ödəmirsə həbs edəcəm. Və yaxud digər borcları eyni qaydada. Və bu halda nə etmək lazımdır? Mən hüquqşünas Zaur Seyidzadə məlumat verəcəm. Əgər sizin gəliriniz, ödədiyiniz borcdan azdırsa, o halda nə etmək lazımdır? Və əgər qərarı məhkəmə niyə qəbul edib, o barədə də məlumat verəcəm. Amma hər şey aydın olması üçün video sonuna qədər baxın. Mən adətən videodan bir hissə şot bölməsində qoyuram. İnsanlar ona baxır kifayətlərindən yox. Axıra kimi girin baxın. Videonun başlığında adım qoyarım şot bölməsində. Altında da yazılan tam video YouTube'da. Girin oradan baxın, hörmətli izləyicilər. Deməli belə deyək də, adətən amətlə bağlı olanda və yaxud digər borclarla bağlı olanda məhkəmə niyə qərar qəbul edir ki, məsələn sizin 500 manat gəliriniz varsa, deyir borc 600 manat ödəməlidir. Ona görə hesab edir ki, qarşı tərəf məlumat verir ki, məhkəmə bunun əmək haqqından başqa gəlirləri də var. Ona görə həmin qərar qəbul edir. Əgər həmin gəlirlər azalıbsa, o halda siz məhkəməyə müraciət eləməlisiniz. Hörmətli izləyicilər, nəzərə alın, necə? İndi qeyd edən siz bəyənin videonu, zəhmət olmasa. Misal üçün qeyd edirəm. Deməli, sizə məhkəmə qərar qəbul edir ki, 500 manat ödəməlisiniz. Sizin də o vaxt gəliriniz olub, məsəl üçün 700 manat. Və yaxud deyir, 400 manat amət ödəməlisiniz. Sizin gəliriniz olub, o vaxt 500 manat, sonradan pensiya çıxmırsınız. Sonradan pensiya çıxmayla bağlı və yaxud iş yeri dəyişməklə bağlı və yaxud gəlirləri azalmaqla bağlı məhkəmə iddia ərizəsi vermək lazımdır ki, təzədən mənim gəlirim azalıb və zəhmət olmasa həmin qərarı dəyişir, edin məbləğ yox, faiz yazın ki, gəlirimin neçə faizi, 30 faizi, 50 faizi ödəməyə hazırlanmır. Məsələn, onu qeyd etmək lazımdır mütləq qaydada. Hörmətli izləyicilər, nəzərə alın. Və yaxud ola bir insanda ikinci də ayırıb, ikinci ayda da uşaq dünyaya gəlib, o halda da aməliyyatın qazanılmasına bağlı verə bilərsiniz. Və yaxud dediyim kimi, işdən ümumiyyətlə çıxmırsınız. İşləmirsiniz, məşğulluq idarəsində işsiz kimi qeydiyyatdasınız, o halda da ərizə verə bilərsiniz ki, hələyi ödəmə imkanın yoxdur. Olan kimi ödəyəcəm. Amma mütləq hansı məhkəmə qərarında rəqəm yazılırsa, rəqəmin sevim faizə. Ki, gəlirimin məsəl üçün 30 faizi, 50 faizi, 70 faizi qədər ödəməyə hazırlanır, məsəl üçün. Orada qeyd edin ki, yalnız amətdə gəlirin 70 faizi qədər tuta bilər. Daha düzgün əmək haqqının 70 faizi qədər. Amma gəlir hesab elədiyi zaman orada az olur. 3də 1, 4də 1 gəlirim. Yəni uşaq sayına uyğun olaraq dəyişir o. Hörmətli izləyicilər, nəzərə alın. Amma digər borclarda eyni qaydada gəlir yeri azalıbsa verin məhkəməyə. Məhkəmədən azaltma tələb edin. Və əks halda icrası sizi həbs edə bilər. Amma azalma olduğu halda edə bilməz. Və yaxud borcların rəğ olmasına bağlı verə bilərsiniz ki, o borc süni şəkildə qalıb. Mən məsələn 5 aydır, 6 aydır pensiya alıram və yaxud işləmirəm. Xahiş edirəm onu rəğ edin, digər hissəni ödəməyə hazıram. Bu hamısının məhkəmə predimenti olan bir şeydir, hörmətli izləyicilər. Nəzərə alın, əsas məsələdən biri budur. Mütləq qaydada. Ətrafı məlumat üçün mənim telefon nömrəm videonun izahı yerində qeyd olunub. Əgər saxı bilirsiniz, eyni zamanda YouTube kanalında şot bölməsində istənilən videonun üzərində var. Onu qeyd edelim ki, həmin bunu hüquqşünas kimi qeyd edirəm. Həmin əyri arabasında olan şəxs kimi. Əgər əyri olan şəxs varsa, sonradan əyri olubsa, məsələn əyriyə görə pensiya çıxırsa, o halda da gəlir azalır. Ümumiyyətlə yox, əvvəldən əyriyə görə pensiya alıbsa, başqa gəlir yeri yoxsa, yalnız onun pensiyasının müəyyən hissəsi tutula bilər. Ondan artıq tutula bilməz. Hörmətli izləyicilər, ümumiyyətlə sizdən sabit amət məbləği istəyəndə və ya sabit borcun ödənməsi istəyəndə, istə bu amətə də aiddir, istə kreditə də aiddir, digər borclara da aiddir. Sabit yazanda deyin ki, sabit istəmirəm, etiraz edirəm. Gəlirimin falan qədər, 20%, 30%, 50% qədər yazın, onu da mən ödəyəcəyəm. Elə bir halda nəzərə alın ki, məhkəmə sizdən artıq pul tələb edə bilməz. Daha düzgün icrası. Sizin gəlirinizin nə qədərsə onun müəyyən faizi qədər. Belə bir halda da siz cinayət müəssisəsindən azad olunursunuz.
Yəni inzibata həbsdən söhbət gedə bilməz. Hörmətli icazə. Nəzərəm. Əsas məsələdən biri də budur. Yəni onu mütləq edin ki, faizlə hesablansın. Məsəl üçün əmək qarşısıza yazsın ki, bir uşaqdırsa məsəl üçün 30%, 2 uşaqdırsa yazsın 50%. Və yaxud çoxdursa minimum əmək haqqının məsəl üçün yazsın 70% qədər. Ondan artıq ola bilməz. Yəni faizə yönəldim. Sabitdən imtina edin. Sabit elə bir şeydir ki, təhlükəlidir. Hörmətli icazə, nəzərəm. Niyə təhlükəlidir, onu qeyd edirəm. Zəhmət olmasa videomu bəyənin. Hörmətli icazə. Sabit olan görə təhlükəlidir. Yazarlar ki, sizə məsəl üçün 500 manat ödə, sizin də gəliriz acağa. O halda sizə problem yaranar. Ona görə təhlükəlidir. Heç vaxt sabitliyə keçmir. Yəni istər bu əmənta aiddir, istər digər borclara aiddir. Qoyun ki, məhkəmə yəni rəqəmlə yazsın. Qoyun faizlə yazsın ki, falan qədər faiz ödəməlisiniz gəlirdən. O gəlir olduğu halda ödəyicisi, olmadığı halda ödəməyirsiniz. Amma bir şey də qeyd edin, onu da nəzərə alın. Bilərəkdən işdən çıxırsa, işləmişsizsə, mən işləməyən ödəməyəcəm. Onda da məsuliyyət daşıyırsınız. Hörmətli icazə. Onu da nəzərə alın, mütləq qeyd edin. Yəni ki, elə bir şey eləmək olmaz. Müəyyən müddəti dediyim kimi məşğulluq idarəsində qeydiyyata durmaqla 5 ay, 6 ay, 3 ay belə vaxtı uzada bilərsiniz ki, iş axtarıram. Amma əsas vermir ki, siz ödəməyəsiniz. Nəzərə alın. Gəlir varsa mütləq ödəmək lazımdır. Gəlir olduğu halda yəni borcun ödəməsindən qaçmaq olmur. Yalnız gəlir müəyyən hissəsi qədər ödəniş etmək olur da belə deyək. Ondan artıq edə bilməzsiniz. Onun sizdən tələb etmək qanunsuzdur. Ona görə bunu qeyd edirəm ki, yəni məbləği yazdırmayın məhkəmə qərarında. Yazdırarsa etirazı verin, apellyasiya şikayəti verin ki, mən faizlə ödəyəm. Hörmətli icazə. Nəzərəm. Sonunda bir daha qeyd edirəm ki, mənim 1600-dən yuxarı videolarım var, şortla birlikdə. İstər sosial yardımla bağlı olsun, istər pensiyadan bağlı olsun, istər alimentin ödəməsindən bağlı olsun, istər kreditlə bağlı olsun, istər vəsailə ilə bağlı olsun, istər əmlakın bölgüsü ilə bağlı olsun, istər boşanma zamanı təzminatın ödəməsindən bağlı olsun və digər hallarda təzminatın ödəməsindən bağlı olsun, əmək nüvəsəsi olsun və digər məsələlər olsun ki, hörmətli izləyicə qeyd olunub, tanış ola bilərsiniz. Bundan da sonra digər videolarla tanış olmaq üçün yəni kanala abunə olun, zınqıra işarəsini aktiv edin, hörmətli izləyicə. Əsas məsələdən də biri budur ki, siz növbəti videolardan xəbər tutasınız. Sonunda onu qeyd edin ki, birinci qrup, ikinci qrup əhlidən heç kim məcbur işləməyi tələb edə bilməz. Amma üçüncü qrup əhlilərdən tələb edirlər. Təəssüf ki, bu qanun vericidə belə yazılıb. Nəzərə alın, hörmətli izləyicə. Məsəl üçün, üçüncü qrup işləmədiyi halda sosial yardım ala bilmir. Digər hallarda var. Bu hallar barədə istəsiz danışarıq bir inşallah. Dediyim kimi kanala abunə olmağı unutmayın. Videonu bəyənin, daha çox şəxsin xəbər olsun. Sağ olun. Sağ olun.